Zəhra, Zəhracan, mənəm Əli. Zəhracan, niyə ağlayırsan? Ey Əbül Həsən, sən niyə ağlayırsan? Məndən sonra başına gələcəyi hadisələrə görə ağlayıram. Ağlama. And olsun Allah'a ki, mən onlara Allah'ın izniyle səbr eləyəcəm. Yuxumda atamı gördüm. Dedi ki, tezliklə yanıma gələcəksən. Məni gizli dəfn elə və bunu heç kimə bildirmə. Zəhracan, mən səndən sadəcə görüşəcəyimiz günə qədər sağollaşıram. Anacan. Salam olsun sənə, ey Allah'ın Resulü, mənim tərəfimdən. Salam olsun sənə, qızın, sevimlin, gözünün nuru olan və səni ziyarət eləyən Fatimən tərəfindən. Onu sorğu-sual eylə, halını xəbər al. Çünki qəlbində çoxlu qəm qüssə vardı ki, onu heç kimə deyə bilmədi. O danışacaq, Allah isə hökm eləyəcəkdir. O hakimlərin ən yaxşısıdır. Ey Rəbbim, sən qəlbində olanları bilirsən. Mən yarımı itirmişəm. Və səndən başqa bu dərdə dözməyə kömək eləyəcək heç kimsəm yox. Ey quyu, sənə ürəyimdəki kədəri açıram. Dərdimi sənə danışıram. Sevimli Fatiməmdən sonra üzləşdiyim çətinliklərdən sənə şikayət edirəm.